Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 56-cı səhifəsindəki dərsimizlə tanış olacağıq. Bölməmiz 3-cü bölmədir. Tarixi dəyişən alimlər bölməsidir. Çox maraqlı bölmədir və qarşıda bizim daha maraqlı dərslərimiz olacaqdır. Gəlin ilk öncə A tapşırığının sualları ilə tanış olaq. Qədim Misirdə Misir haqqında nə bilirsiniz? Piramidaların tikintisi, suvarma sistemlərinin çəkilməsi hansı elmi biliklərdən xəbər verir? Uşaqlar, burada biz sizin fikirlərinizi almaq istəyirəm. Bilmək istəyirəm, siz nə düşünürsünüz bu sualları? Yəni individual olaraq hər kəs özü cavablandırsın və cavabınızı mənimlə də bölüşə bilərsiniz. Yəni burada tikintidən gedir, suvarma sistemindən tikintilər varsa hesablama bacarıqları olmalıdır və bu da Misirlilərin qədimdən elmə verdikləri bəzi kəşflərindən xəbər verir. Gəlin B tapşırığında Misir haqqında bir maraqlı məlumatlarla tanış olaq. B tapşırığında deyilir ki, aşağıdakı şəkillər və faktlar əsasında qədim Misirdə elm mövzusunda danışın. Gəlin danışaq. İlk öncə yazı haqqında, yazı sistemi. Eradan əvvəl 4-cü minillikdə Misir xalqı öz yazı sistemini yaratdı. Misir yazısı yüzlərcə hieroqlifdən ibarət idi. Yazı sistemi bilikləri nəsildən nəsilə ötürməyə imkan verirdi. Bu yazı sistemi uşaqlar, hieroqliflər bəzən bir sözü, bir ifadəni, bəzən hansısa bir anlayışı, bəzən isə bir dənə səsi ifadə edirdi. Bir çox hieroqliflər insan, heyvan, bitki və səma cisimlərinin şəkillərindən ibarət idi. Ona görə də Misir hieroqliflərinin sayı çox olmuşdu. Yəni onun üçün hər bir hieroqlif nə isə hansısa ya sözü ifadə etmişdi, ya anlayışı bildirmişdi. Ona görə də bu anlayışlar da bir yazı vasitəsilə nəsildən nəsilə keçməyə kömək etmişdi. Digər bir sahə təbabət sahəsidir. Baxırıq, Misir həkimləri insan orqanizmi barədə dərin biliklərə malik idilər. Onlar cərrahi əməliyyatlar aparır, hətta itirilmiş orqanlar üçün protezlər düzəldirdilər. Bu da Misir həkimlərinin deməli, kəşfləri deyək, onların ixtiralarından olmasından xəbər verir. Çox maraqlı tarixçəsi var Misir təbabətinin. Deməli, Misirlilərin digər bir ixtiraları isə riyaziyyat elmi sahəsində olmuşdu. Deməli, Misirlilər onluq hesablama sistemini yaratmışdılar. Onlar milyona qədər sayır və ədədləri işarə etməyi bilirdilər. Riyazi biliklər tikinti və təsərrüfat işlərini düzgün qurmağa kömək edirdi. Həqiqətən də görürük ki, deməli, onluq say sistemini onlar əvvəlcə əşyalarla, şəkillərlə və ya əl-qol hərəkətləri ilə başa salırdılar bir-birini. Lakin riyaziyyat sahəsində onluq say sistemini yaratmaqla həqiqətən də nəinki Misir, dünya elminə də böyük töhfə vermişdi Misirlilər. Digər bir elm sahəsi astronomiyadır. Astronomiya kainat və göy cisimləri haqqında biliklər təqvim yaratmağa imkan verdi. Misir təqviminə görə bir il 12 aydan, bir ay 30 gündən, bir gün 24 saatdan ibarət idi. İlin sonuna 5 gün əlavə edirdilər. Bu hesablama bir il, yəni 365 gündən ibarət olurdu. Əlavə olaraq onu deyim ki, Misirlilər həm də su və günəş saatlarını da ixtira etmişdilər. Keçək növbəti səhifəyə. Deməli, uşaqlar, 57-ci səhifədəki tapşırıqlara baxaq, uşaqlar. Deməli, C tapşırığında deyir ki, aldığınız məlumatlara əsasən aşağıdakı fikirləri əsaslandırın. Gəlin ilk öncə sözlərin izahına baxaq və keçək tapşırığımıza. Sözlərin izahında sivilizasiya sözünün izahı verilmişdi bizə. Sivilizasiya nədir? Cəmiyyətin intellektə, mənəvi dəyərlərə və müəyyən texnologiyaya əsaslanan tarixi inkişaf mərhələsidir. İndi gəlin bu sivilizasiya anlayışını görək tapşırıqlarımızda hansı hissəsinə tətbiq edəcəyik. Deməli, birinci, Misirlilər ilkin riyazi biliklərə malik olublar. Nəyə əsasən deyirik bunu? Təbii ki, 56-cı səhifədə dedik axı, onlar onluq say sistemini yaratmışdılar.
və onluq-say sistemi yaratdıqları da riyazi biliklərə malik olmaqlarından deməli malik olduqlarını deyə bilərik. Üzr istəyirəm. İkinci tapşırığımızda Misirlilər astronomiya sayəsində elmi təsəvvürləri vardı. Bəli, Misirlilərin onların nəyi var idi uşaqlar? Dediyim kimi günəş su saatlarını icad etmişdilər və eyni zamanda bizə verilən məlumatda da görürük ki, sonuncu burada kainat və göy cisimlər haqqında biliklər olmuşdu, təqvimi yaratmışdılar, ili bölmüş aylara, günlərə, saata, sutkaya və bölmüşlər və ilin sonundakı 5 günü də əlavə etmişlər və bir ili 365 gün olaraq hesablamışlar. Bu onların astronomiya sahəsinə aid olan bilikləridir. Misir erkən mədəniyyət və sivilizasiyanın olduğu bir dövlət idi. Sivilizasiya sözünü oxuduq, yəni cəmiyyətin intellektə və mənəvi dəyərlərə və müəyyən texnologiyaya əsaslanan tarixi inkişaf mərhələsi olubdur. Bəli, Misirlilərin hansı mədəniyyət sahəsində hansı məsələn ixtiralar olmuşdu. Məsələn elə ən qədim mədəniyyət mərkəzi, Şərqin inkişaf etmiş mədəniyyət mərkəzi Misir hesab olunur. Bir çox elmlər, məhz ixtiralar Misirdə olmuşdu. Günəş sistemi, daha doğrusu günəş, ay, günəş su saatları icad etmişlər. Beləliklə, həqiqətən də Misirdə sivilizasiyanın olduğu, elmin inkişaf etdiyi kimi ölkə kimi deməli əsaslandıra bilirik. Gəlin C tapşırığına baxaq. C tapşırığında baxın uşaqlar deyir, aşağıdakı ifadələrin mənasını izah edin və bölmənin mövzusu ilə əlaqələndirib şərh edin. 3 söz bir ifadə verilibdir bizə: tarixə düşmək, tarixin yaddaşına yazılmaq, tarixi dəyişmək. Tarixə düşmək və tarixin yaddaşına yazılmaq ifadələri böyük xidmətləri və ilə tarixin yaddaşında qalmaq, unudulmamaq kimi yadda qalmaq mənasını verir. Tarixi dəyişmək isə mədəniyyət və sivilizasiyanın inkişafına təkan verən ixtiralara imza atmaq mənasında işlənmişdir. Həqiqətən də bölməmizin də adı nə idi? Bölməmizin adında deməli keçdi tarixi dəyişən alimlər. Həqiqətən də bu alimlər, görəcəyik keçəcəyimiz dərslərdən də bu alimlər həqiqətən də öz ixtiraları ilə tarixdə öz adlarını yazmışlar və bizim baxmayaraq qədim dövrdən, eradan əvvəl yaşamış alimlərdir. Bugünə kimi də onların əsərləri, onların ixtiralarını öyrənirik. Deməli, tapşırığımızı oxuyuruq. Tapşırığında bizə deyilir ki, aşağıda verilmiş izahlara əsasən müvafiq elm sahələri haqqında bildiklərinizi söyləyin. Sizcə bu elm sahələrini tədqiqat obyekti nədir? Bu elm sahələri nə ilə məşğul olan alimlər necə adlanır? Məsələn, astronomiya Yunan sözüdür, ulduz, göy cismi və Yunanca nomos, qanun sözündən yaranmışdır. Astronomiya ilə məşğul olan, deməli, göy cisimləri ilə məşğul olan alimlər isə astronomlardır. Məsələn, biologiya, bios, həyat və logos, elm, təlim sözünün birləşməsindən yaranmışdır biologiya sözü və biologiyada da məşğul olan alimlərə biz bioloqlar deyirik. Coğrafiya elmi ilə geo, yer və qrafo, yazıram, təsvir edirəm sözlərinin birləşməsindən yaranmışdır və coğrafiyaçılar və tədqiqatçılar adətən tədqiqatçı alimlər coğrafiya elminə töhfələr verirlər. Fizika elmi isə təbiət deməkdir, təbiət sözündən yaranmışdır və fizika ilə məşğul olan alimlərə biz fizik adlandırırıq. Lingvistika isə dil haqqında, lingua, dil haqqında elmdir və lingvistlər bu elm sahəsində çalışır, fəaliyyət göstərir, ixtiralarını, töhfələrini verirlər. Uşaqlar, növbəti tapşırığında baxırıq qrup işləridir. Bunlar təbii ki, sinifdə canlı şəkildə siz tərəfindən icra olunur. O yüzden mən düşünürəm ki, siz də bu alimlər haqqında, şəxsiyyətlər haqqında məlumatlar hazırlayıb təqdimatınızı mənə də göstərsəniz məmnun olaram.
Deməli, tapşırığında deyir ki, qruplara ayrılaraq bu alimlər haqqında araşdırma aparın. Təqdimatınızda bu şəxslərin tarixi dəyişən alimlər olduğunu sübut edin. Çox maraqlı tədqiqatlarınız olacağına inanıram. Fikirlərinizi də bölüşməyinizi istəyərdim. Məsələn, Pifaqor riyaziyyat sahəsində, Hipokrat tibb aləmində, yəni təbabət elmində, Herodot tarix sahəsində, Eratosfen isə coğrafiya sahəsində mühüm töhfələr vermiş və tarixi dəyişən alimlərdir. Öz adlarını tarixə yazmış alimlərdir. Bugünlük bu izahımız bu qədər. Dəyərli izləyicilər, suallarınız, təklifləriniz, hansı formatda dərs görmək istəyirsinizsə mənimlə bölüşə bilərsiniz. Sizin fikirləriniz mənim üçün dəyərlidir. Uğurlar hər kəsə gələn dərslərimizə qədər.